Resident Evil 5. Resident Evil 5 ilk gördüyüm vaxtdan bəri sevmədiyim oyunlardan birisidir. Resident Evil fanları tərəflərindən çox mübahisəli oyunlardan birisidir. Çünki oyun həm Afrika atmosferində keçir, həm də bir qram qorxulu deyildir. Məsələn, ən yaxşı tərəflərindən birisi odur ki, karakterləri. Çünki karakterləri çox oyuna görə çox yaxşı karakterlər var. Məsələn, Chris Redfield, Sheva, Albert Wesker kimi karakterləri çox havalıdır mənim üçün. Oyunun ən yaxşı cəhətlərindən birisi co-op sistemidir. Dostunuzla birlikdə oynamaq oyunu tamamilə dəyişir, əşyaları bir-birilə paylaşmaq, bossları kəsmək falan çox əyləncəlidir. Qrafiklər də o dövrdə çıxan oyunlara görə çox yaxşıdır. Afrika atmosferi digər oyunlara görə çox fərqlidir. Günəşli mühit, hərəkətli küçələr və s. Cəhətlərdən birisi odur ki, burada klassik qorxu yoxdur. Oyun bildiyin aksiyon oyunu olmağa çalışır. Digər Resident Evil oyunlarına baxarkən bu oyun heç qorxulu deyil. Çünki digər Resident Evil oyunlarında bir qapını açarkən insan iki dəfə fikirləşirdi. Tək oyun oynayanlar üçün isə ən pis cəhətlərindən biri odur ki, Sheva AI-dir. O mərmiləri boşuna xərcləyir, boss fightlarında heç kömək olmur, tez-tez qərarlar verir, yəni hamısı da səhv olur onların. Ən pis hərəkətlərindən biri odur ki, nişan alarkən hərəkət edə bilməmək. Yəni il 2009 deyə o qədər oyunlar çıxır, yəni nişan alarkən hərəkət edə bilmirik biz. Hekayəsi isə digər Resident Evil oyunlarına baxaraq mənim üçün çox pisdir. Yəni qısacası Resident Evil sadəcə dostunuzla oynasanız əyləncəlidir. Amma tək başınıza oynasanız o Sheva sizi əsəbiləyəcək və bir qram əyləncəli deyil. Yox, çünki mən dostumla oynayacağam, həm qorxuludur falan filan. Amma heç qorxulu deyil oyun, bunu indidən sənə deyirəm. Tək oynamaq istəyirsənsə, Sheva karakteri səni əsəbiləyəcək, çünki mərmilər boşuna xərcləyir, boss fightında kömək eləmir, tez-tez səhv qərarlar verir, verdiyi qərarların bəlkə bir-ikisi düzdür. Yəni qısaca gedib Resident Evil 5 almaqdansa gedib 1 və ya 2 alsan ondan daha qorxuludur. Hətta gedib 6 al, 6 belə ondan daha əyləncəlidir. Resident Evil 5 qısacası Call of Duty olmağa çalışan bir Resident Evil oyunudur. Yəni 6 kimi bir oyundur. Resident Evil 5-dən qabaq çıxan oyunlara baxdığınızda 3 və ya 4 demək olar ki, çox qorxulu. Məsələn, 3-də Nemesis var. Nemesis adamı bildiyin dəli eləyir. 4-də o qədər böyük yəni boss yoxdur, amma yəni yaxşıdır da 4-də mənim üçün 5-ə görə. 5-ci oyunda heç qorxulu bir boss yoxdur, yəni qısacası. Resident Evil 5 oynamaq istəyirsən, amma 5-ci Call of Duty varsa, git Call of Duty oyna. Call of Duty Zombie modu oyna. Hə, olsun sənin üçün bu Resident Evil 5. Və ən pis cəhətlərindən birisi odur ki, oynanış sürəsi 7 və ya 8 saatdır. Ən adi Resident Evil 4-ün belə oynanış saatı 10-11 saata çıxır.